Hər kəsə salam. Kanalıma, videoma xoş gəlmisiniz. Daha doğrusu son videoma. Artıq video çəkməyəcəm. YouTube'u bıraxıram dostlar. Kaş bu zarafat olardı. Bəzi blogerlər axırda deyirlər zarafatdır, haqq edirlər, əylənirlər. Kaş zarafat olardı, amma həqiqətən də zarafat deyil. Nə edə bilərəm, məktəblər də açılıb, dərslər də çoxdur, vaxtım olmur video eləməyə, abunələr işdən də çıxırsınız, baxış sayıları azalır, linklər çox gəlir, əziyyətim boşa gedir deyə düşünürəm, amma inanmayanlar var hələ ki bura qədər, amma inanın dostlar, YouTube'u bıraxıram. Həqiqətən də YouTube mənim üçün çox böyük bir şeydir. YouTube'u necə deyim, buraxmaq. Mən 8 yaşımdan başlamışam YouTube çəkməyə, YouTube video atmağa, onda əvvəl özümü göstərmirdim. Amma artıq göstərdirdim, sonra yavaş-yavaş göstərməyə başladım. Gəldim, çatdım 540 abunəyə hal-hazırda. Abunəm 540-dır. 540 abunə mənim üçün az bir şey deyil. Amma bəzi, məsələn, uşaq YouTube kanalları var. Qabağıma çıxır keşfetimə. Görürəm 11K, 1K şeyləri var dostlar. Həqiqətən də, nə edə bilərəm. Dostlar, həqiqətən də nə deyirdim, dərslərim də başlayıb, məktəblər açılıb, həqiqətən də dərslərimə fikrimi gəmləyə bilmirəm, imtahanlar da başlayıb, hələ təzə açılıb məktəb, imtahanlar başlayıb, imtahanlara tam hazırlaşa bilmirəm. Artıq sizə bunu deməydim, amma həqiqətən də video çəkəndə, video eləyəndə çox sıxılıram, bunu sizə deməydim, şey olmayasınız deyə, amma hər şeyin bir sonu var, nə eləyə bilərəm artıq. Həqiqətən də bir dəfə, müəllimə bir dəfə mən bunu yaşamışam. Müəllimə ev tapşırıq verir, yadımda qalmır da, nədir. Axşam olur, yadımdan çıxır ev tapşırığı eləmək. Bəzən çox görürəm ki, gecədə ev tapşırığı eləməmişəm, hələ indi yadıma düşür. Eləyə də bilmirəm axı çox axşam olanda. Bəzən elə vaxt olur ki, yadımdan çıxır ev tapşırığı olmur, edə bilmirəm, yadımdan çıxır. Mənimə də əsəbləşir ki, niyə eləməmsə, mən də deyirəm, mən nə deyə bilərəm, dedim ki, mənim özürlü sayın yadımdan çıxıb, başqa nə deyə bilərəm, ki, YouTube mənimə çəkirdim, video çəkirdim, yadımdan çıxıb, mənə də biraz anlamaya çalışın. Bilirəm, 540 abunə həqiqətən az abunə deyil. Amma bəzi uşaq kanalları var, keşfetimə çıxır. 1K, 11K, baxıram abunələri var. Elə qəşəngdir abunələri, elə qəşəngdir. Amma artıq nə edə bilərəm, YouTube'u bıraxıram. Əlimdən gələn heç bir şey yoxdur. Telefona da biraz az baxmalıyam, dərslərimi oxumalıyam. Söz vermişəm, özümə əla ki, olacam bir ildə. YouTube'u bıraxıram, linklər də çox gəlir. Linklər gələndə yorumlarda arada silirəm. İnsan öz-özünü sorğuluyur da. İnsan öz-özünü sorğuluyur ki, bu link niyə gəlir mənə? Mən vecimə almıram. Amma çox bloger, demək olar ki, heç kim vecini almır, vecini alanlar da var. Amma insan öz-özünü bir sorğuluyur ki, bu link mənə niyə gəldi də? Başa düşürsünüzlər nə demək istəyirəm. Kanalı olanlar bilər. Mən bu kanalı çox həvəslə açmışdım. Mən 30 abunəm oldu. Mən bütün evi ayağa qaldırırdım ki, mənim 30 abunə olmuşam. 30 abunəyə mən sevinirdim. O dərəcə düşünün də, amma artıq 540 abunəm var şükür ki. Demirəm bu azdır, amma
Yenə də daha çoxu ola bilər. Yəni YouTube-u buraxıram da nə deyim. Daha video çəkməyəcəm. Bir ildən bir bəlkə shorts video atdım. Qısa video yəni. Amma yəni YouTube buraxıram. Yəni ağlamam gəlir həqiqətən də. YouTube mənim üçün çox böyük bir şeydir. Yəni böyüyəndə də daha böyük bir yaş olanda bloger olmaq istəyirəm. Daha çox məsələn Ofeliya ailəsi kimi Ofeliya Əliyeva məsələn kanal adı verim, reklam yoxdur bu arada. Baxın elə də yəni komsar vermək istəyirəm. Hayallərimdən biri odur. Məsələn Ecin Su Çoban kimi. Yəni o da Ecin Su Çoban məsələn o kanal uşaqkən başlayıb hələ məndən də az yaşı varmış. Başlayıb video çəkmək elə indi bilmirəm neçə yaş var dəqiq. İndi görün neçə 1 milyon neçə abunəsi var. Mən də elə olmaq istəyərdim. Mən də abunəm get-gedə çoxalsın istəyərdim. 1 milyon abunə çatmaq istəyərdim, amma yəni çox uzatmayım, çox sıxılmayım. Yəni nə deyə bilərəm artıq sizə açıqlamanı da verdim. Baxış sayı da çox az gəlir, 170 baxış. Hətta bəzi olur ki 20 baxış gəlir. Amma qısa videolarımda ən az 1000 baxış falan gəlir. O mənim üçün biraz böyük şeydir. Cəmaət deyir ki 16K baxış gəlsin. Yəni cəmaət deyir ki çox gəlsin. Cəmaət bunu bəyənmir. Amma mən bunu ən azından biraz bəyənirəm. Deyirəm ki, heç nə olmaz. 1000 baxış gəldi. Gələn dəfə lap böyük bir baxış gələcək. Siz başa düşürsünüz də mən nə demək istəyirəm. Amma yəni içimdən gələnləri deyirəm. YouTube video çəkmirəm. Sosial media həqiqətən çox böyük bir şey olur. Çox böyük. Elə YouTuberlar var ki, bir daha video atırlar. Məsələn, örnək verirəm, indi ad çəkməyəcəm. 1000 abunədən tez 3000 abunəyə qalxırlar. Yəni bu məsəl üçün dedim. 1000 abunədən, məsələn, 1000 abunə olurlar, abunəsi tez artır. Demək istəyirəm, abunəsi tez artır demək istəyirəm bəzilərinin. Amma mən video çəkirəm bir dənə, əksinə məndə yenə düşür. Bilirəm, yenə biraz ən azından yenə biraz abunəm qalxıb, amma çox az qalxıb da abunəm yəni. Yəni nə edə bilərəm, abunəmdir də, abunə sayısı həqiqətdən də. Amma yenə də bilirəm, davam edə bilərdim YouTube-a, amma etməyəcəm YouTube-a davam, video çəkməyəcəm. Belə dostlar, bir də bir şey deyim. İnandınız, şakalandınız. Zarafat. Mən heç YouTube-u buraxaram. Belə bir açıqlama eləyərəm. Mən heç vaxt YouTube-u buraxmaram dostlar bu arada. Təzə video gələcək. Yaxında təzə video da gələcək. Yəni YouTube-u buraxaram mən heç. Yəni biz beyin algılaması mən heç yolu bilirəm. İlərlətmisiniz biz iki hissələrini. Heç mənim səbrim çatmayacaq bu videoya baxanda. Amma yəni bir ara ağlamam gəlir. Gözlərim doldu yalanla. Belə mən çox bir şeye baxanda yəni gözlərim dolandı ağlaya bilirəm. Yəni çox belə gözümü qırmadan baxanda ağlaya bilirəm. İnananlara sözüm yoxdur da mənim. İnandınız, mən heç takipçilərimi deyirəm ki, YouTube-u burax. Bu ayaqda xaçışla oynayıram bu da. Ayda mən heç YouTube buraxaram. Şakalandınız. Şaka, zarafat. Heç vaxt YouTube-u buraxmaram. Dostlar. Buraxaram. Oldu ki birdən buraxım, heç oldu ki deyirəm. Amma mən heç YouTube buraxaram, inandınız. Deyirəm, inandınız, amma o qədər təqqiqcə danışdım ki, inanarsınız. İnanmayın belə dostlar, bunlara inanmayın.
Oyda necə danışdımsa həqiqətən mənim də inanmam gəldi bir ara. Amma həqiqətən də videoları heç kimdən çalmıram. Hə, belə video çəkən blogerlər var, amma mənim özümün ağlına gəldi də bu videonu çəkim. Bir var görüb yadına düşmək, bir var da öz-özünü yadına düşmək. İnanmayın, şakalandınız, şaka. Əli və Aylin sizi heç vaxt buraxmayacaq. Bu da sizə bir həyat dərsi olsun. Və belə. Burada bir ara mən də sıxılmışdım danışanda. Amma yəni şaka, zarafat, inandınız, Ayaqda top burada fızıldayır. Hə, nəysə ki, dostlar, videonun axırına gəldik. Əgər video bəyəndinizsə, kanalıma abunə olub, like atmayı unutmayın. Sağ olun, görüşünüz.